ki, təqvalılar, təqvalı insanlar la yuzi'u məstuhfiz. Buyurur ki, ona qorunması üçün verilən əmanəti zay etməz. Ona əmanət tapşırılır ki, onu qorusun, o da o əmanəti zay eləmir. Bilirsiniz, bu əslində zahirən baxanda böyük bir yüksək mənəviyyat göstəricisi olmamalıdır. Adama əmanət veriblərsə, əmanətini sahibinə qaytarmaq, onu qorumaq. Amma bilirik ki, bu xütbədə Həzrət Əli əleyhissalam yüksək səviyyəli, mənəvi səviyyəsi yüksək olan insanlardan danışır. Əmanəti sahibinə qaytarar, belə deyək, qoruyar, saxlayar. Bu, belə də böyük bir xüsusiyyət deyil. Bəs nə üçün Həmmam xütbəsində bunu qeyd edir Əli əleyhissalam? Bunu izah eləməyə qısa müddətdə çalışım. Bir arifdən nəsihət istədilər, bir nəfər gənc gəldi, bir arif adamın yanına və nəsihət istədi ki, məni nəsihət eləyin ki, dünyanın, axirətin xeyri orada olsun. O da yazdı ki, inna lillah və inna ileyhi raciun. Hamımız Allaha məxsusuq və ona sarı gedəcəyik, Allaha sarı dönəcəyik. Yəni, biz Allahınıq. Ondan sonra yazdı ki, Allahın olan bir şeyi özümüz üçün xərcləməyək. Çox dərin bir nəsihətdir bu. Yəni, sən və hər şey Allahındır. Hətta özün də Allahınsan və Allahın olan bir şey, yəni özün üçün xərcləyənməzsən. Çünki bu əmanətin sahibi Allahdır. Bu canın sahibi Allahdır və bu can onun yolunda xərclənə bilər ancaq. Hətta biz özümüzdən də özümüz üçün istifadə etməməliyik. İnsan özünü öz sahibindən başqa nəyə xərcləsə, əmanətə xəyanət eləmiş olub. Deyə bilməz ki, mənəm də özümün sahibiyəm. Sənin sahibin özün deyilsən. Allah buyurur, inna lillah, biz Allahınıq, Allaha məxsusuq. İnsanın özü, ömrü özünə məxsus deyil ki, onu keyf istədiyi kimi xərcləsin. İnsanın hər şeyi sahibinə məxsusdur. Çox fürsətlər verilir bizə ki, ondan istifadə etməməliyik. İğtənimul firas, belə bir hədis var. Fürsətlərdən istifadə edin, amma bu bütün fürsətlərə aid deyil. Allah bəzən özü bizə fürsətlər verir ki, o fürsətlərdən istifadə eləməyək. O fürsətlər istifadə olunmamaq üçün bizə verilir. Qiyamət günü Allahın insanla söhbəti olacaq və insana belə deyiləcək ki, sən mənim idin ey insan. Mənim idin və sən mənim yolumda xərclənməliydin. Bütün fürsətlərdən mənim üçün bəhrələnməliydin. Sən əmanət idin, özün özünə əmanət idin. Əmanəti sahibinə verərlər də elə deyil. Sən isə bu əmanəti başqası üçün xərclədin. Bu bir yanaşma tərzidir. İnsan doğrudan da dərin bir içində dəyişiklik yaranmalıdır ki, insan başa düşsün ki, nə özü, nə ömrü, nə heç nə özünə məxsus deyil. Sahibinə məxsusdur. Bu baxışla yanaşsın. Hər bir şeyə, özünə bu baxışla yanaşsın. İnsan öz enerjisinin bir zərrəsini başqa yolda sərf eləsə, sahibindən başqa yolda o qədər zərər eləmiş olub. O həddə əmanətə xəyanət eləmiş olub. Bizə deyirlər, hər işinizi Allah rizası üçün görün. Hər addımınızı Allah rizası üçün atın. Bunun mənası bilirsiniz nədir? Bunun mənası budur ki, yəni sən öz sahibin üçün xərclənməlisən. Bir anın belə başqa niyyətlə keçirsə, bu sənin üçün əmanətə xəyanət hesab olunur. Əllezîne izâ əsabethum musibetun qalu inna lillah və inna ileyhi raciun. Deyir o kəslər ki, onlara bir müsibət üz verdiydi də, deyərlər ki, biz Allahınıq və ona sarı qayıdacaq. Müsibətin bununla nə əlaqəsi? Niyə görə məhz müsibət zamanı deyir ki, biz Allahınıq? Ona görə ki, müsibət itkidir. İtirmək hissini keçirməmək üçün insan bilməlidir ki, mənim deyildi ki, mən itirdim.
Onsuz da mənim deyildi. Heç nə mənim deyildi ki, deyim məndən aldılar. Sahibinin idi, sahibi götürdü. İnsan hər bir şeye bu şəkildə baxarsa, o zaman insan sarsılmaz. Heç bir sıxıntı onu çətinliyə salmaz. Verilən əmanətdir hər bir şey. Sahibinin ixtiyarı var onu almağa. Sən malikiyyət hissini gərək ona məxsus biləsən. Malikiyyət hissi, maliklik hissi, sahiblik hissi səndə olmasa, istənilən itkini təbii qəbul edərsən. Elə bil ki, qonşu gəlib sənə bir şeyə əmanət verib və gəlir ki, indi əmanətimi versən də könül xoşluğu ilə onu verirsən və etiraz eləmirsən ki, niyə gəldin aldın? Bəllidir ki, onundur və bir zaman onu alacaq və insan hər bir şeyə belə yanaşarsa, o zaman itkilərini təbii qəbul edirlər. Deyər ki, bu itki deyil, bu sahibinin özünə, malının özünə qaytarılmasıdır. Hər bir şeyin özünə qaytarılmasıdır. Ona görə də bu hədisin, bu xüsusiyyətin mənası budur ki, insan hər bir şeydən öz ürəyi istədiyi kimi istifadə edə bilməz. Hər neymətlə ürəyi istədiyi kimi rəftar edə bilməz. Adamın gənclik dövrünün müəyyən qüdrətləri var. Gənclikdə insan çox şeylər eləyə bilər. Amma sən gərək gənclik qüdrətindən tam mənada istifadə eləməsən, hər tərəfli, hər bir istiqamətdə o qüdrətdən istifadə eləyəsən. Sağlamlığın müəyyən bir imkanları var, o imkanların hamısından yararlanmamalısan. Dilimizin müxtəlif məharətləri var, dilin məharətlərindən tam yararlanmamalısan. Ləzzət almaq imkanların var, hər bir ləzzət imkanından yararlanmamalısan. Sənin zəngin olmaq imkanın var, amma hər bir yolla zəngin olmaq imkanından yararlanmamalısan. Müasir dünyanın mədəniyyəti isə bizə başqa şey deyir. Müasir dünya bizə nəyi təlqin edir? Deyir, eləmə imkanın varsa sənin haqqındır. Bir şey ki, gücün çatır eləməyə sənin haqqındır. Hətta gücün çatır yox, bir şeyi istəyirsənsə artıq sənin haqqındır. Müasir mədəniyyət bunu deyir bizə. Amma bizim dinimiz bunu deyir ki, xeyr, hər bacardığım haqqım deyil. Hər etmək imkanı o işi görməyə haqq vermir. O işi görməyə haqq vermir. Qiyamət günü hesab kitab olunacaq. Bax, belə bir meyyarlar olacaq qiyamət günü. Deyəcəklər ki, sənin filan işi eləmək imkanın var idi, həm də istəyirdin eləmək, amma eləmədin. Sən yüksəldin. Hər bir etmək imkanından yararlanmamaq bir pildə səni təkamül istiqamətində qaldırır. İstəyirdin, gücün də var idi, amma eləmədin. Buna dəyər verilir. Buna qiymət verilir. Gücün var idi intiqam almağa. Ürəyindən də keçirdi, amma bağışladın. Yəni, intiqam almaq imkanından istifadə eləmədin. Deyirlər, qüdrətin şükrü nədir? Allah bəzilərinə qüdrət verir. Qüdrətin şükrü rəhm eləməkdir, bağışlamaqdır. Gücün çatan halda intiqam almamaqdır. Bu acizlik deyil. Gücün var, amma o imkandan yararlanmırsan. Sənin hər şeyə gücün varsa, o deməkdir, onu eləməlisən. Hər bir şey ki, gücün çatır, o deməkdir, onu eləməlisən. Allah hətta bəzi insanlara mənəvi kəramətlər verir. Amma o insanlar o mənəvi kəramətdən, mənəvi qüdrətdən də istifadə etmirlər. İmam Hüseyin əleyhissalam bir dəstə Yezid qoşunun əlində aciz deyildi. Hətta tərəfdarları az da olsa. Hədislərdə qeyd olunur ki, İmam Hüseynin bir işarəsi ilə Allah onları alt-üst edə bilərdi. İmam Hüseynin bu mənəvi potensialı var idi və təklif də olunur ona. Amma İmam Hüseyin bu imkanından yararlanmır. Bu mənəvi qüdrətdən özü üçün istifadə eləmir və hadisələri təbii axarına buraxır. Təbii axarına. Təbii axarına buraxır, yoxsa yer-göy məsum imamın ixtiyarındadır. Amma onu təbii axarına buraxır. O demək deyil ki, hər hansı bir şeyə gücün çatırsa onu mütləq eləməlisən. Onu mütləq həyata keçirməlisən. Sözün qısası, həyatda bu baxışa sahib olmalıyıq. Bütün dünyanı, varlığı, özvü əmanət kimi qəbul eləməlisən. Bu bir baxış tərzidir, bu bir həyat tərzidir. Buna gəlib çatmaq lazımdır.